Salam, hər vaxtınız xeyir. Space Radionun 18 olan xəbər buraxılışıdır. Studiyada Diana Cəlalidir. Azərbaycan Prezidenti İlham Əliyev bugün Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Muhsin Şentürkü qəbul edib. Söhbət qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edilib. Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla həmin şəxslər ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə təltif olunublar. İşğaldan azad olunan ərazilərə böyük qayıdış davam etdirilir. Bugün Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə, 142 nəfər köçürülüb. Oğuz rayon ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı ata, qızı və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yol nəqliyyat hadisəsi Qara Məryəm İsmayıllı Şəki avtomobil yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib. Xəsarət alan şəxslər təcil tibbi yardım briqadasının köməyi ilə Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır. Space Radionun 18 olan xəbər buraxılışını dinlədiniz. Studiyada Diana Cəlali idi. Ən son xəbərlərdən 104 FM dalğasında bizimlə xəbərdar olun. Sağ olun, salamat qalın.